Qalın, titrəyən, güclü bir ulayış. Bu səs düz 10.000 ildir ki, dünyamızda eşidilmirdi. Alimlərin ulu canavar kimi tanıdığı bu heyvan, buz dövrünün ikonik ovçusunun müasir genetik elmlə yenidən şərh edilmiş halıdır. Bəs bunlar həqiqətən ulu canavarlardır? Yoxsa işin içində başqa işlər də var? Gəlin dərhal baxaq. Canis dirus, yəni ulu canavar. İngiliscə dire wolf olaraq bilinir. Əfsanələrə də mövzu olmuşdu. Game of Thrones'un ulu canavarları kimi. Amma bu heyvanlar sadəcə əfsanələrdə deyildi. Həqiqətən də bir zamanlar Şimali və Cənubi Amerika qitələrində hökm sürən heybətli yırtıcı idi. Müasir canavar növlərindən daha iri quruluşlu, daha güclü çənə əzələlərinə sahib olan bu ovçu təxminən 10.000 il əvvəl buz dövrünün sonunda bir çox məməli növü ilə birlikdə yox oldu. Bu növün ən mühüm qalıqları Los Angeles'daki La Brea Zif çuxurlarında tapıldı. Burada 4000-dən çox ulu canavar qalığı aşkar edildi və bu alimlərə növün anatomiyası haqqında çox dəyərli məlumatlar verdi. Dallas mərkəzli biotexnologiya şirkəti Colossal Bioscience da burada işə qarışdı. Özlərinin nəsli kəsilmiş heyvanları müasir genetik mühəndislik üsulları ilə yenidən canlandırma şirkəti olaraq tanıdan şirkət, qısa müddət əvvəl genetik olaraq dəyişdirilmiş 6 aylıq ilk ulu canavar bənzəri balalarını ictimaiyyətə təqdim etdi. Colossal'ın qurucusu Ben Lam da belə deyir: "Təbiəti qorumaq üçün yeni üsullara ehtiyacımız var. Sadəcə keçmişi canlandırmaq üçün deyil, bugün təhlükə altında olan növləri xilas etmək üçün də yeni texnologiyalar inkişaf etdirməliyik." Dünyamız ciddi bir biomüxtəliflik böhranı ilə üz-üzədir və mütəxəssislər 2050-ci ilə qədər planetdəki növlərin yox ola biləcəyini deyirlər. Biz bu gedişatı dəyişdirməyə çalışırıq. Amma indi təfərrüatlara enmədən əvvəl bunu qəti şəkildə deyək ki, Colossal'ın yaratdığı bu heyvanlar tam mənası ilə tarixi ulu canavar deyil. Elmi araşdırmalar ulu canavarın müasir canavar nəslindən təxminən 5.7 milyon il əvvəl ayrıldığını göstərir. Bu, çox uzun bir təkamül məsafəsi deməkdir. Buna görə də bu yeni yaradılan heyvanlar daha çox ulu canavarın mühüm xarici xüsusiyyətlərini daşıyan genetik olaraq dəyişdirilmiş müasir canavarlar olaraq qiymətləndirilməlidir. Amma nə etdilər? Ona bir baxaq. Layihənin ilk mərhələsi qədim ulu canavar DNT-sinin əldə edilməsi idi. Alimlər biri 13.000, digəri 72.000 illik olan iki qalıq nümunədən DNT parçaları çıxarmağı bacardı. Bu, özlüyündə böyük bir uğur idi. Çünki qədim DNT adətən pozulmuş və parçalanmış vəziyyətdə olur. Laboratoriyada aparılan titiz işlərlə bu DNT parçalarından iki ulu canavar genom ardıcılığı yaradıldı. Daha sonra bu genom müasir boz canavar genomu ilə qarşılaşdırıldı. Məqsəd iki ulu canavarın bir-birinə bənzər, ancaq müasir canavarlardan fərqli olduğu genetik xüsusiyyətləri müəyyən etmək idi. Colossal'ın Forum Bio adlı xüsusi genetik analiz platforması sayəsində alimlər bu iki növ arasındakı kritik genetik fərqlilikləri müəyyən etdilər. Daha sonra boz canavarın DNT-sində 14 gen üzərində ümumilikdə 20 dəyişiklik edərək yeni bir genetik şablon yaratdılar. Genetik mühəndisliyin ən təsirli tərəflərindən biri nisbətən az sayda dəyişikliklə təəccüblü fiziki fərqliliklər əldə edilə bilməsidir. Bu genetik müdaxilələrlə də yeni heyvanlarda bu xüsusiyyətlər ortaya çıxdı. Müasir boz canavara görə daha açıq rəngli, ağ rəngli tük quruluşu, müasir canavarlardan daha iri, güclü bir bədən, daha dərin və güclü ulayış səsləri, daha geniş kəllə sümüyü və güclü çənə quruluşu və son olaraq fərqli ovlanma nümunələri. Daha sonra genetik materialın hazırlanmasından sonra alimlər klonlama texnologiyasından istifadə etdilər. Bir dişi it və ya canavardan alınan yumurta hüceyrəsinin nüvəsi çıxarıldı və yerinə genetik olaraq dəyişdirilmiş hüceyrə yerləşdirildi. Elektrik stimullaşdırılmasından sonra hüceyrə bölünməyə başladı və bir embrion yarandı. Bu embrionlar daha sonra diqqətlə seçilmiş iri cüssəli daşıyıcı itlərin uşaqlıqlarına yerləşdirildi və Roma şəhərinin əfsanəvi qurucularının şərəfinə Romulus və Remus adlı erkək əkizlər 1 oktyabr 2024-cü ildə dünyaya gəldi. Yanvar 2025-də isə ailənin 3-cü üzvü, dişi bala
Casey onlara qoşuldu. Balalar hazırda 6 aylıqdır və sağlam şəkildə böyüyürlər. Tam böyüdüklərində təxminən 1.8 metr uzunluğa və 68 kiloqram ağırlığa çatacaqları gözlənilir. Bu da müasir canavarlardan əhəmiyyətli dərəcədə böyük bir bədəndir. Bu fiziki xüsusiyyətlər də qalıq qeydlərindən bilinən ulu canavar ölçülərinə olduqca yaxındır. Kolosal bu yenidən yaradılmış heyvanları təbiətə buraxmağı planlaşdırmır. Onun əvəzinə 3 bala xüsusi olaraq hazırlanmış çəpərlərlə əhatə olunmuş 200 hektarlıq bir qorunma ərazisində yaşayır. Bu ərazidə onlar üçün təbii mühitlərini əks etdirən xüsusiyyətlər mövcuddur. Geniş ərazilər, ağaclıqlar, kiçik su mənbələri və təbii yuvalanma bölgələri. Bundan əlavə, pis hava şəraitində sığına biləcəkləri sığınacaqlar da var. Davranış mütəxəssisləri bu arada bu heyvanların müasir canavarlara görə daha az sosial olduqlarını, daha çox fərdi ovlanma davranışı göstərdiklərini müşahidə etdilər. Bundan əlavə, ünsiyyət formaları da nəzərə çarpacaq dərəcədə fərqlidir. Ulayışları daha dərin və güclüdür. Səs analizi bunun anatomik fərqliliklərdən qaynaqlandığını göstərir və Ulu Canavar layihəsi Kolossalın çox daha böyük bir vizyonunun sadəcə ilk addımıdır. Şirkət 2028-ci ilə kimi yaxın bir tarixdə yunlu mamuntları geri gətirməyi hədəfləyir. Laboratoriyalarda artıq genetik olaraq dəyişdirilmiş siçanlar üzərində işlər aparılır. Bu siçanlar mamuntların bəzi xüsusiyyətlərini daşıyacaq şəkildə hazırlanmışdı. Bundan əlavə, dodo quşu və Tasmaniya pələngi kimi insan fəaliyyəti nəticəsində yox olmuş ikonik növləri də canlandırmağı planlaşdırırlar. Bu layihələr təbii olaraq müxtəlif etik sualları da özü ilə gətirir. Təbii ki, bioetika mütəxəssisləri genetik müdaxilələrin gözlənilməyən nəticələr verə biləcəyini deyirlər. Bundan əlavə, yenidən yaradılan növlərin nə qədər orijinal olduğu, bunların ekosistemdəki yeri haqqında suallar var. Bioetika mütəxəssisləri təbiətlə oynayarkən nəticələri tam olaraq təxmin etməyin çətin olduğunu deyir. Genlər bir-birinə bağlı mürəkkəb şəbəkələr yaradır. Bir geni dəyişdirdiyiniz zaman gözləmədiyiniz başqa proseslərə də təsir edə bilərsiniz. Yəni, Kolossalın ulu canavar bənzəri işi elmi bir uğur olsa da, həqiqətlər və etik narahatlıqlar göz ardı edilməməlidir. Əvvəla, Jurassic Park bənzəri bir ssenarinin reallaşma ehtimalı texniki olaraq yoxdur. Bu heyvanlar sadəcə 20 genetik dəyişikliyi daşıyan və təhlükəsiz ərazilərdə saxlanılan, əsasən müasir canavar olan canlılardır. Ancaq bəhs etdiyimiz kimi, bu 20 genetik dəyişiklik tam bir genetik çevrilmə üçün çox kiçik bir rəqəmdir. Müasir insanla şimpanzelər arasında belə minlərlə genetik fərqliliklər varkən, 5.7 milyon illik təkamül məsafəsinə sahib iki növ arasında sadəcə 20 dəyişiklik etmək daha çox səthi xüsusiyyətlərə təsir edə bilər. Yəni, bu heyvanlar genetik olaraq hələ də böyük ölçüdə müasir canavardır. Ancaq xarici görünüş və bəzi davranış xüsusiyyətləri baxımından ulu canavara bənzədilir. Kolossal da əslində bunu açıq şəkildə qəbul edir. Amma bu işin bəlkə də ən dəyərli tərəfi nəsli kəsilməkdə olan növlər üçün inkişaf etdirilən texnologiyalardır. Hazırda nəsli kəsilmə təhlükəsi altında olan növlər üçün genetik darboğaza girmiş növlərin müxtəlifliyini artırmaq və həyatda qalma şanslarını yüksəltmək üçün bu üsullar işə yaraya bilər. Nəticə olaraq, ortada nəsli kəsilmiş növləri canlandırma deyil, bənzərlik yaratma cəhdi var. Bu vəziyyət bir tərəfdən genetik müdaxilənin sərhədlərini göstərərkən, digər tərəfdən mövcud biomüxtəlifliyi qorumağın əhəmiyyətini vurğulayır. Keçmişi tam olaraq geri gətirə bilmiriksə, bu günü qorumaq üçün daha çox səy göstərməliyik sanki. Və hər zaman olduğu kimi, təkrar görüşənədək, yaxşı ki varsınız, sevgilərlə.